Dünyada maraqlı adam qıtlığı var. Çox nadir hallarda elə insanlarla ünsiyyətdə oluruq ki, onlar bizdə bir heyranlıq doğurur. Ağılları ilə, savadları ilə, dünyaya baxışlarının genişliyi ilə, şəxsiyyətləri ilə. Və uzun müddət belə adamlar yadımızdan çıxmırlar. Yaşından asılı olmayaraq, bəzən bu adamlar dünya görmüş, yaşlı insanlar ola bilər, bəzən də gənclər arasında biz bu cür maraqlı adamlarla ünsiyyətdə oluruq. Onlarla danışmaq xoşbəxtliyini, onlarla ünsiyyətdə olmaq xoşbəxtliyini yaşayırıq və gələcəyə ümidimiz biraz da artır. Belə gənclərimiz varsa, deməli, gələcəkdə bizim daha yaxşı günlər yaşayacağımıza ümid eləmək haqqımız da var. Və belə bir maraqlı insanla bugün söhbət edəcəyik. Psixoloq Elşad Səfixanov. Görüşdük, tanış olduq. Düşüncələri mənə çox maraqlı gəldi. Həqiqətən də çox maraqlı insandır və mən dəvət elədim onu. Dəvət elədim, söhbət eləyək dedim və Elşad müəllim də bizim dəvətimizi qəbul eləyib bugün qonağımızdır. Elşad müəllim, xoş gəlmişsiniz. Salamlar Abtal mənim. Dəvətiniz üçün çox təşəkkür edirəm. Təqdimatınız o qədər gözəldir ki, və bu gözəllik sizin düşüncələrinizədir. Bu gözəllik sizin baxışınızdadır, sizin qəlbinizdədir ki, siz bu formada görə bilirsiniz. Sözsüz hisslər, duyğular qarşılıqlıdır. Biz sizlərdən, sizin timsalınızda olan böyüklərimizdən çox şeylər götürməyə çalışırıq və buna şans hər dəfə olurmu? Açığı desək, hər gəncə nəsib olmur. Biz də çox şanslı gənclərdəndik ki, sizin dəstək xəttinizi izləyə bilirik. Və mənə də çox xoşdur ki, bugün sizinlə həmsöhbət olacaq. Sağ olun Elşad müəllim. Həqiqətən də maraqlı insanlarla ünsiyyətdə olmaq, onların heç kimə bənzəməyən fikirlərini eşitmək, davranışlarını öyrənmək xüsusilə yaşlılar üçün çox maraqlıdır. Ömrümüz boyu çoxlu maraqlı insanlar görürük, maraqsız insanlar görürük. Heç bir də görmək istəmədiyimiz adamlarla ünsiyyətdə oluruq. Ancaq unudulmaz adamlar o qədər də çox olmur. Siz Bakıda doğulubsunuz. Eynən. Və orta təhsilini Bakıda alıbsınız, sonra Naxçıvanda psixologiya təhsili alıbsınız. Niyə Naxçıvanda? Niyə Bakıda yox, Naxçıvanda? Yəni, nəyə görə bu sualı verirəm? Siz mənim rast gəldiyim ən savadlı insanlardan birisiniz. Və istər-istəməz oturub düşünürəm, bu savadlı insan niyə Bakıda institutda qəbul ola bilməsin, Naxçıvanda oxusun? Düşünürəm ki, yəqin siz də təhsil alandan sonra oxuyan şəxsiyyətlərdənsiniz. Mən onları həqiqətən böyük şəxsiyyətlər sayıram. Çünki insan ömrü boyu oxumalıdır. Yoxsa yalnız təhsil aldı, diplom aldı, artıq hər şey bitir və hesab edir ki, hazır mütəxəssisdir, daha oxumağa ehtiyacı yoxdur. Mənim hörmət elədiyim insanlar təhsilini bitirəndən sonra oxuyan insanlar və daim öz üzərində işləyən insanlardır ki, onlardan biri də sizsiniz. Niyə Naxçıvana getdiniz və sonra neynədiniz? Deməli, əvvəl niyə sualını daha çox verirdim və niyənin də aydın cavabı vardı ki, bal olaraq mənim Bakıya yox, məhz Naxçıvana düşdüm. Amma müəyyən bir müddətdən sonra artıq niyə sualları yığışıldı? Niyə mənim başıma gəldi? Niyə bu belə oldu? Niyə məndə alınmadı? Niyə məndə alındı? Artıq sualın niyəsi yox, oldu necə? Necə eləməliyik bundan sonraki mərhələsi? Və sözsüz ki, insan təhsil alanda tək təhsil almır. O həmin mühitdə böyüyür, şaxələnir, inkişaf edir.
Naxçıvan kimi şəhərdə, Bakıdan kənar, hər kəsdən uzaq, öz fərdi qərarlarının məsuliyyətini almaq, məncə bunu çox təhsil universiteti verə bilmir. Amma orada artıq yeməyin özünü pişirməlisən, dərslərin özünü oxumalısan, özün əhatə qurmalısan, heç kim və heç nə olmadan ev tapmalısan və çox maraqlı və yadda qalan xatirələrim var orayla, ora mənim üçün əzizdir. Demək olar ki, ildə bir dəfə də olsa mən ora gedirəm. Ondan sonra əlbəttə 2 universitet bitirmişəm, hətta 3-cünü bitirməliyəm bu yaxınlarda. Amma Naxçıvan tələbə yoldaşlarım və oradakı aldığım ilk təəssürat məni oxumağa, öyrənməyə, davamlı və dayanıqlı öyrənməyə sövq verdi. Əcəb, bu 3-cünü bitirməliyəm dediniz, bu mənim üçün də çox maraqlıdır. Hərdən görürsünüz ki, kimsə danışanda deyir ki, mən 3 diplomum var, 3 universitet bitirmişəm. İnsan niyə 3 universitet bitirməlidir ki? İnsan bir yer oxumalıdır, bir peşəni dərindən bilməlidir. Çünki insan ömrü bir peşəni dərindən öyrənmək üçün zorla kifayət edir. İndi 3-ünü sən nə cür öyrənə bilərsən? 3-ünü nə cür mükəmməl mütəxəssis ola bilərsən? Ona görə mən hesab edirəm ki, 3 diplomu olmaq əslində qalsa diplomsuz olmaq deməkdir. Siz nəyə 3-cünü də oxumaq istəyirsiniz? Və bu əvvəlki ixtisasınızla mı bağlıdır, yoxsa tamamilə bir-birindən əlaqəsi olmayan sahələrdir? İnsan doğulandan ta yetkinləşənə qədər öyrənməyə məcburdur. Yəni, insan dəyişən varlıqdır, inkişaf edən varlıqdır və bu dəyişməyi müsbət tərəfə yönləndirməlidir. Və sözsüz ki, bir peşə ilə bağlı mütəxəssis olmaq üçün ona 3 il, 4 il yox, bir ömür bəzən kifayət etmir. Çünki dəyişən zaman, resurslar, tələbatlar fərqlənir. 14 il bundan qabaq aldığım təhsil indiki zamanla uzlaşmaya bilir. Çox zamanda uzlaşmır. Nə resurs baxımından, nə kadr baxımından, nə düşüncə baxımından. İnkişaf ona görə lazımdır ki, insanoğlu hər zaman özündə nəyisə təsdiq eləmək üçün hər zaman nəyisə can atır. Bu, yaxşı mənada oxumaq, öyrənmək, savadlanmaq, ziyalı olmaq, müsbət tərəfdən görünən tərəfdir. Bunlar olmasa, yəni mən başqa formatda da yenə də özümü təsdiq etməyə çalışacağam. Ya kimisə incidəcəm. Ya haradasa mənim səs sorağım gələcək, filan işlə məşğuldur. Ya evdə kiməsə yola getməyəcəm. Çünki mən bir mövqe qoymalıyam. Bu mövqeyin ən yaxşısı kitabdır, mütaliədir, universitetdir. Çünki seçilmiş yerlərdə hamı ola bilmir. Əgər hamı kimi saat 10-da yuxudan dursaq, mənim bu həyatdan iddiam nə ola bilər ki? Özümdən iddiam nə ola bilər ki? Nəyəsə bədəlini ödəməliyik ki, nəyəsə nail olaq. Sözsüz oxumaq deyəndə indiki zaman biraz oxumağa 3-cü, 4-cü dərəcəli baxır. Hansı ki, insan beyni, neyronları biz bilirik, hər il, hər yaşa dolduqca müəyyən qədər neyronlar ölür. Və bu neyronları, bu düşüncəni sağlam saxlamaq üçün, bu yaddaşımızı yerində saxlamaq üçün bizim üçün davamlı mütaliə lazımdır. Və bu, hal-hazırda insanlarımız, mən, digər yoldaşlar geyimimizə fikir veririk. Danışığımıza fikir veririk. Əşyalar, telefonumuza, evimizə, amma beynimizin içinə fikir vermirik, çünki görünmür deyə. Ancaq müəyyən bir yaşdan sonra həqiqətən də bizim düşüncələrimiz ya bizim dostumuz olacaq, ya bizim düşmənimiz. Düşüncələrini idarə edən özünü idarə edə bilir. Davamlı oxumaq üçün əvvəlcə 4 illik pedaqogika və psixologiya ixtisası mənə qapını göstərdi. Heç o qapıdan içəri girməyim, o qədər düşünməmişəm. Amma sonra dərk eləyəndə ki, mən oxuduğumun 1%-dir. Heç 50% heç müəllimlər də öyrətmir. Müəllim istiqamət verir. Müəllimin o qədər vaxtı da yoxdur hər şagirdə, hər tələbəyə əlindən tutsun, harasa aparsın. Sonra artıq kitabları oxuduqca, həmin kitabın mündəricətinə baxıram, görüm, bu kitab yazılanda hansı kitablara istinad edib. Onların qeydiyyatını götürmüşük, onları oxumuşuq. Bu formada ömrümüz oxumaqla gedir və nə xoşda oxumaqla gedir. Tək həmişə belə olsun. Və insan oxuduqca özü ilə barışıq halında yaşayır. Əgər biz özümüzlə küslüyüksə, biz özümüz gərgin isə, bu həyatdan nə gözləyək? Kitablar bax o gərginliyi, o narahatçılığı, o diskomfortu bizdə tarazlaya bilir.
Bu baxımdan mənə kitab yolu göstərmiş bütün mütəxəssislərə, böyüklərə dərin təşəkkürümü bildirirəm. Onlar nisbətən yaşlı, artıq formalaşmış vaxtlarda sizə yol göstəriblər. Ancaq mütaliə adətən orta məktəbdən başlayır. Misal üçün, mən Tovuzda oxumuşam, uşaq kitabxanası var idi. Və hər dəfə gedirdim, nağıllar istəyirdim. 3, 4, 5 adətən nağıl kitabları o qədər qalın olmur. Çin nağılları, Hind nağılları və s. ölkələrin nağılları bir gün məlum oldu ki, artıq yoxdur nağıl. Bütün nə qədər nağıl varsa, hamısını oxuyub qutarmışam. Acı deyim sizə ki, həqiqətən də nağıllar insanın formalaşmasında çox böyük rol oynayan əsərlərdir. Orada insanlara ilk mənəviyyat dərsi keçilir. Nə yaxşıdır, nə pisdir, insan nə cür yaşamalıdır, insan kritik məqamlarda nə cür davranmalıdır. Bir mütəfəkkirin fikri var, adı yadından çıxıb, deyir, uşağınızı tərbiyə eləmək istəyirsinizsə, ona nağıl oxuyun. Çünki nağıl reallıqdan uzaqdır. Çünki uşaqlar onsa reallığı görəcəklər axı əvvəl. Qoy nağıl onların xəyalını canlandırsın. Bizdə təəssüf edirəm, bəzən biz hansısa şagird edirik ki, boş-boş xəyal qurma. Çıx xəyaldan, reallığa bax. Hansı ki, xəyal insanı təhrik edir arzulara, təhrik edir kəşflərə. Dünyanı icad edənlər əvvəl onun xəyalını qurublar. Göydə samolyotu xəyal edib, sonra onu icad ediblər. Telefonla danışıq xəyal edib, sonra onu icad ediblər. Sadəcə xəyalın arxasında zəngin resurs, savad olmalıdır. Biz ikisini paralel aparmalıyıq. Xəyal qurmaq, mən bir də deyirəm, Allah heç bir şəxsi xəyal qurmaqdan əngəlləməsin. İnsan xəyalı olduğu sürəcə nələrsə can ata bilir. İkinci məsələ, mənim ilk oxuyub da valih olduğum, təsirindən uzun müddət çıxmadığım bir əsər, indi yadındadır, indi mən gənclərə tövsiyə edirəm, Mövlud Süleymanlının Köç əsəridir. Təxminən 20 il, 25 il bundan qabaq oxumuşdum. Orada da insan xəyal dünyası genişlənir, obrazları özün istədiyin kimi canlandıra bilirsən və onunla yaşayırsan. Və əvvəllər düşünürdüm ki, səhər-səhər, adətən Abdalov mən sübh səhərlər qalxıb kitab oxuyuram ki, başqa vaxtı, başqa işlərlə məşğul oluram. Yəni, vaxtım yoxdur, anlayışı yoxdur, vaxt yoxdur, anlayışı, ancaq öncəlikdir. Birinci mənə bu vacibdir, sonra bu vacibdir. Vaxtım çatarsa kitab oxuyaram, söhbət gəlib çıxır. Və mən əvvəllə bilirdim, onsuz da biz bilirik ki, sübh səhər-səhər insan beyni ağ vərəqdir. Hər şey süzgəc kimi özünə çəkir və elm təsdiq edib ki, sübh səhər-səhər oxunan əsərlər axşam və günorta oxunan əsərlərdən 80%, 90% daha yaxşı mənimsənir və yadda qalır, yaddaş baxımından. Sonra günün birində elmi əsərlərdən kənara qoydum, bir roman oxumaq istədim. Mənim üçün sübh səhər-səhər roman oxumağın verdiyi zövqü yaşamaq istədim. Roman kitabları adətən gəlin açıq danışaq ki, rahat olduğumuz bir vaxtda oxumaq istəyirik. Yəni, heç bir işimiz yox, bizi mane edən yoxdursa, maneci törədən yoxdursa bizə, biz başlayırıq roman oxumağa və zövq almağa. Amma bunu səhər-səhər saat 5-də durub oxumaq. Sizi inandırım, mən səhər saat 5-dən 9-a işləmişəcən roman oxudum. Özdə Çərpəyə Qüsran səhər-səhər oxumuşam. Xalid Hüseynin. Və onun verdiyi təsir məni gün boyu təsirlədi. Gün boyu məni öz havasında saxladı. Və kənar qıcıq təsirlər, kənar mövzular mənim həyatıma daxil olmadı. Və deməli, günə səhər-səhər, necə ki biz səhər qidalanmamızı ciddi həkimlərimiz, mütəxəssislərimiz deyir ki, bunu yemək olar, bunu yemək olmaz, səhər yeməyi mütləqdir, falan və s. olur. Mesela bizim mənəvi qidamız var burada. Onun yeməyi ilə bağlı danışanımız yoxdur. Mən onu da kəşf edim. Səhər-səhər roman oxumaq, özdə nağıl oxumaq, pozitiv bitən romanları oxumaq. İnsan həyatını, gününü tam başqa formatda irəli aparır. Və insan ruhu o qədər dolu yaşayır ki, elə bilirsən 2 gün yaşamısan, bir səhər o bir gün idi, bu ikinci gündür. Və bu baxımdan oxuyan tələbələrə, şagirdlərə mən həmişə sual verirəm. Səhər neçədə yuxudan durursan? Birinci sualım budur. Çünki çox vacib faktordur. İddialı adam öz komfortuna biraz xərcləməlidir. Öz yuxusuna biraz xərcləməlidir. Əgər iddialı bir adam deyirsə ki, mən normalda yuxudan 10-da 11-də dururam, onun iddiası boş iddiadır. Sadəcə öz-özünü aldadır.
səhər erkən, necə ki biz su içirik, düzdür, səhər qidalanmayanlarımız da var ki, onun da tərəfində deyirəm, eyni qayda mənəvi qidana insan böyüməlidir. Uşaqlarımızı uşaq vaxtında peyvənd elədiyimiz kimi, multivitaminlərlə yetişdirdiyimiz kimi, vaxtında müəyyən ərzaqlarla təmin etdiyimiz kimi, uşaqlarımızın beynini də o formada qidalandırmalıyıq. Biz qidalandırmasaq, uşaq nə gəldi yiyəcək. Sözün dırnaq arası deyirəm, mənəvi qida baxımından. Və sonra deyəcəyik ki, bu uşaq kimi oxşadı. Və burada maraqlı bir söz dediniz. Xəyal etmək. Böyük şəxsiyyətlər xəyal eləyiblər və reallaşdırıblar. Deməli, bəzən insan öz gələcəyini görə bilər. Xəyalları əslinə qalsa onun gələcəyi ola bilər. Ancaq bu həmişə olmur. Çox xəyal eləyənlər var ki, elə ömür boyda xəyal eləməklə məşğul olur, ancaq reallaşdıra bilmir. Burada bunun kökündə nə dayanır? Niyə bəziləri xəyal eləyib qeyri-adi kəşflərə nail olurlar, qeyri-adi uğurlara nail olurlar? Və hamısını elə bir ki, öz gələcəyini görür. Digərləri xəyal eləyir və xəyal eləyir də həyatın sonuna qədər yaşayır. Səbəb? Bir dənə mövzu var. Xəyal həmişə tənbəlliklə qardaşlıq edir. Biz bu qardaşlığı pozsaq və onu israrlığa, onu cəhdlərlə bərabərləşdirsək, xəyalla insanın çatmadığı bir şey yoxdur. Xəyaldan əvvəl arzu olur, niyyət olur. Arzu, niyyət görülən işin başlığıdır. Amma sonu xəyaldır. Bu arzu, niyyətin yanında əlbəttə ciddi cəhdlər olmalıdır. Yəni, insan özündən xərcləməlidir. Mən həmişə özümə sual verirəm, mən başqasına işim yoxdur. Mən bu işə layiqəmmi? Açıq danışam, özümə səmimiyəm. Layiqəmmi? Niyə layiqəm? Layiq deyiləmsə, nələrim çatmır. Nələrim çatmırsa, o çatışmayanların üzərində işləyim. Özümü aldatmıram ki. Və xəyal quranda, xəyal sonudur. Ən axırıncı mərhələ xəyaldır. Yəni, mən haradayamsa, yoldaşlarla görüşəndə deyirəm, buradakı sən, yəni buradakı Elşad yerində qalır, qalmır. Nə bilim, biraz axsıyıram. Onu orada bərkit. Çünki niyyətin hara, mənzilin orada onsuz da. Sadəcə onu orada saxla, özün ona doğru addımlar at. Axır əvvəl biz xəyalımızın məhsuluyuq. Kim nə deyir desin? 5 il bundan qabaq biz buranı düşünürdük. İndiki məni düşünürdük. Ola bilər, deyərik ki, mən həmişə yaxşı ilə fikirləşmişəm. Bəli, sən yaxşı ilə fikirləşmirsən arada, yadına düşəndə, sıxılanda. Amma normal düşüncə müstəvində sənin indiki halın olub. Axı biz öz düşüncələrimizə fikir verə bilirikmi? Çox yox, 15 dəqiqə sakit duraq və düşüncələrimizi samana salmağa çalışır. Görün oradan nə qədər sürətli, negativ, xoş olmayan fikirlər gəlib keçir. Əsəb, söyüş, təzyiq, narazılıq. Bu halla hara gedə bilərik? Hansımız narazı, əsəb adamı qəbul edərik? Məndən ikinci olsa, mən onu qəbul edərəm. İkinci Elşadı qəbul eləməsiniz. Əlbəttə, çünki inkişaf eləməliyəm bundan bağlı. Mənim iddiam yuxarıdırsa, deməli, yerində olan mən də o iddiaya cavab verməlidir. Nə qədər səmimi olsa, bir o qədər çox inkişaf edə bilərik. Çünki zaman bizə ikinci dəfə şansı tanımır. Və heç vaxt, heç də gec deyil. Ona görə vaxtında o 25-ci ildə bəlkə bir əlavə həm xaricdən, həm özümüzdən bir xeyli ixtisas artırma kurslarına getdim. Səbəb vardı. Daxilində olan boşluğu həqiqi mənada doldurmaq. Yəni, mən kitab oxuyuram, özüm üçün oxuyuram. Oxuduğumu sənədləşdirməliyəm. Bunun üçün hansısa qurumun mənə sənədi lazımdır. Mən görürüm və bunu bilirəm. Amma bu bilirəm bir yerə qədərdir. Hər dəfə onu görürəm, mən utanacam ki, bunu keçmişəm, bunu bilməliyəm. Bunun bir məsuliyyəti var məndə. Peşə sahibinin öz peşəsini bilməməyi əlavə məsuliyyətdir. O sənəd olaraq gözümün qabağındadır və o ayıb hissidir ki, onunla bağlı nələrsə bilməyim. Və bu baxımdan davamlı öyrənməklə bağlı bir arzu yaranır içimdə. Və bu arzu məni növbəti mərhələlərə daşıyır. Çünki arzudan arzu doğur. Bugün elə bir adam deyənməz ki, mənim bir arzum var, ondan sonra heç nə arzulamıram. Ümumiyyətlə, amma uşaq vaxtından bizim regionda həmişə bizə deyirlər ki, ürəyində bir arzu tut. Heç vaxt demirlər 5 arzu tut. Mən arzulayıram ki, biz bundan sonra uşaqlarımız deyək ki, ürəyində çoxlu arzular tut.
Onsuz da biri, ikisi həyata keçməyəndə bir digərlərini cəhd eləyək. Peşə sahibinin öz peşəsini bilməməsi dediniz. Bu çox geniş yayılır. Hətta çox qəribə bizdə bir yanaşma var. Misal üçün, müğənnilərə qiymət verəndə ən keyfiyyətsizine nisbətən qiymət verirlər. Yəni, heç səsi olmayan adam özünə müğənni deyir, biraz səsi olan, babat səsi olan özünə dahi deyir. Əslində qalsa ortabab oxuyandır. Ancaq baxır ki, bərbad oxuyanlar var, onunla müqayisədə hesab edir ki, bu dahidir. İndi bizdə də bilirsiniz nə qədər dahilər çıxıb. Müqayisə ilə bağlı Abdullah mən bir nüans toxunum. Ümumiyyətlə, müqayisə yanlış anlayışdır. Adətən gələk psixoloji mövzunun içine girək, uşaqlardan başlayaq, sonra qalxaq cəmiyyətə. Birinci növbədə bütün valideynlər bilsin ki, uşağı başqa uşaqla müqayisə eləmək olmaz. Bir mənalı olmaz. Uşağı ancaq özünlə müqayisə eləmək lazımdır. Dünənki uşaqla, dünənki əli ilə, Elşadla, bugünkü əli ilə Elşadı müqayisə eləmək olar. Amma sənin bacın, sənin qardaşın, qonşunun uşağı, əmi uşağı, xala qızı, bunlarla müqayisə yol verilməzdir. Çünki biz uşağın qəlbinə istəmədən şuur altı olaraq nifaq toxumu salırıq. Və o uşaq səhər gün bacara bilmədiyi məqamlarda özündən də asılı olmadan qarşı tərəfin də bacarmaması üçün dualar edəcək. Ki, müqayisə olunmasın bir də. Ən yaxşı yanaşma uşağın dünəni ilə bu günü, gəncin dünəni ilə bu günü. Bu form olanda sağlam rəqabət gedir. Gələk cəmiyyətdəki müqayisələrə. Birincisi müqayisə aparan kimlərdir, sual burada yaranır. İkincisi, həmişə müqayisəni kimlər eləyir? Həyatda özünü yer tapa bilməyən adamlar. Həmişə özünlə ya bərabər səviyyədə, ya özündən aşağı insanları müqayisə olaraq ortaya çıxardır. Tutalım, keçirəm. Mən imtahandan keçmədim. Birinci, birisi nə deyirəm? Mən bilmirəm, savadda oxumadım, bacarmadım demirəm. Mən deyirəm ki, nə olsun, Elşad da keçmədi də imtahandan. Və rahat deyirəm, bunun özünə bir təskinlik tapıram. Ehtiyac məsələsinə gələk. Bizim insanların hər birimizin danışmağa, dinləməyə, baxmağa ehtiyacımız var. Bu doğal ehtiyacdır. Yeməyə, içməyə, təhlükəsizlik, hamısı ehtiyacdır. Və bu ehtiyac axır əvvəl mən tutalım, gözləyirəm ki, keyfiyyətli musiqi gəlsin. Mənim musiqi dinləmə ehtiyacım var. Düzdürmü? Sizdən də o musiqi gəlmir. Bu ehtiyac məni biraz sıxır, biraz da sıxır, biraz da sıxır. Lap sıxır, sonra bir bayağı mahnı gələn kimi dayana bilmirəm. Mən artıq ona qulaq asıram. Və artıq ona qulaq asan da mənim musiqi zövqüm ona oxşamağa başlayır. Bu bilirsiniz nəyə oxşuyur? Biz çox yaxın dostuq, bir-birimizə dərin hörmətimiz var. Siz mənim qabağıma bir yemək qoymusunuz və mənə deyirsiniz ki, o yeməyə əl vurma. Deyirəm, baş üstə. Mənə ad saxlayırsınız. Bir gün, 2 gün, 3 gün, axırı nə olacaq? Aydın məsələdə, axır əvvəl sizi görməyəsiniz, mən onu yiyəcəm. 4 gün, 5-ci gün artıq mənim öz iradəmdən, mənim instinktlərimdən asılı olacaq mənim hərəkətlərim. Yəni, danışmağa, baxmağa, dinləməyə ehtiyac varsa, bunun vaxtında qabağını ala bilsək, vaxtında səmərəli ortaya iş qoya bilsək, bəlkə də müqayisə yarana bilər. Əgər o, bir səhv eləmirəmsə Ramiz Rövşən şeirində var, ya onun deyimində var, onun fikri olmalıdır. Səhv eləmirəmsə, əgər deyir, toyuq yumurta sevgisi ilə, yumurta satmaqla, yumurta ilə özünü dolandıran bir uşağa vətən sevgisi, toyuq sevgisi fərqləndirənməz, ən çox toyuq sevgisinə gedəcək. Yəni, bayağı şeylərlə yetişmiş bir cəmiyyət bir müddətdən sonra ona klasika qoyanda bu kitablara da aiddir, bu əsərlərə da aiddir, bu insanlara da aiddir. Onu qəbul eləməyəcək, onun bədəni ona atqaz edir, müqavimət göstərir ki, komfortun nə idi sənin? Ona get qulaq as, onunla məşğul ol. Yəni, çünki elə öyrəşmişik. Evdə, əgər evdə yuxudan duranda, evdə anası, atası bayağı musiqiyə qulaq asırlarsa, veriliş olaraq bayağı verilişlərə baxılırsa, evdə işlənən sözlər kobud və təhqir sözlərdirsə, təhqirici sözlərdirsə, davranışlar qeyri-etik və mədəni olmayan davranışlardırsa, bir müddətdən sonra düşür bir ailəyə, bu ailə
bu ailənin təməli tam fərqlidir. Gözləntilər var. Çayı belə içmək olar, ayağa belə durmaq lazımdır, sağlamlaşmaq lazımdır. Bunu bilmir bu, görməyib və bunun üçün artıq o əziyyətdir. Öz olduğu yerə qaçmaq istəyir. Bu həmin cəmiyyətin uşaqları səhər çölə çıxır, sanki əziyyətlə qarşılaşır. Bir müəllim ona deyəndə ki, abala otur bunu oxu. Bu gül kimi TikTokdan baxır da videolar nə lazımdır ki? Bir anlayış da yaranıb artıq. Oxumağa ehtiyac yoxdur mesajını ötürürlər ki, hər şey süni intellektdədir, hər şey YouTube'lara baxın, qulaq asın. Var informativ məlumat. Məndən nömrə istəyirlər, nömrəniz neçədir? Filan nömrəni verdim, getdi. Bu nömrə mənim yadımda olsa qalmayacaq bir gündən sonra. Var uzun müddətli. Mənim davranış və düşüncələrimi sahmana salan məlumatlar. Bu kitabla oxunur. O kitabı hiss edirik. Çünki oxuduqca beynimizə canlanma gedir. Televiziya bizə görüntünü hazır verir. Bizim təxəyyülümüz və ya xəyal dediyimiz məqam bloklanır, işlə düşmür. Çünki hazır məhsulu verir. Görüntü var, boy-buxun var, hərəkət var. Amma kitab oxuyanda biz bunu beynimizdə istər-istəməz canlandırmağa məcburuq. Canlandıra bilməyəni yadımızda heç nə qalmır. Oxuyuram, yadımda qalmır. Çünki o qədər oxumamısan ki, sənin o sahələr hələ qapalıdır. Və bu qapalılıq bir müddətdən sonra ünsiyyət problemi yaradır. İnsanlar məndən yola getmirlər. Ay sənə qurban olum, sən özün-özündən yola gedirsən ümumiyyətlə. Özünə sual verir, görmə elə. Baxırlar, çünki adamların əksəriyyəti tanımır. Mən sorğu keçirdəndə bu sualı həmişə vermişəm. Deyirəm, əhvalın aşağı olanda, modun aşağı olanda, nəsə sıxıntın gələndə sən neynirsən ki, həmin anda əhvalın yuxarı qalxır. Abdal mənim, bu sualı başa düşmə görə gənclərimiz var ki. Sualı başa düşmürlər. Necə elə bir şey eləmək olur ki. Deyirəm, axı sən özü tanıyırsan da, sən bilirsən ki, bu əhvalın sıxıcısan, nəsə hava səni sıxır, düşüncələrin səni sıxır, narahatsan bugün. Və bununla bağlı sən nəsə eləməlisən. Sən bilirsənmi nə edəndə sənin əhvalın yuxarı qalxır? Bəli, cavabların içində var ki, shopping edəndə, istədiyim mahnı seçib qulaqasanda, kitabı oxuyanda, istədiyim adamı gəlib görəndə mənim əhvalım yerinə düşür. Amma çox az saydadan bunu cavablandıra bilir. Qanunları heç uzanıb yatıram deyir. Heç nə evdən çıxmıram. Bu özümüzü tanımaqdan gedir. Biz əgər özümüzü tanıya bilmiriksə, biz necə dostlarla inciyə bilərik? Biz necə başqasını günahlandıra bilərik? Biz yol boyu biz danışdıq. Hər birimizin öz dünyası var. Öz dünyamızın məsuliyyəti bizim özümüzdədir. Bunu bütün fəlsəfi kitablar deyir. Və mənim dünyamda nəsə düz getmirsə, mən başqasına mənim nə işim var? Bir öz içimə boylanmalıyam ki, məndə nə düz getmir ki, mənim qarşıma bu cür adamlar çıxır. Çox eşitmişəm yaxın yoldaşlardan ki, mənim bəxtimdən mənim ətrafım belə adamlar gəlir. Sənin ətrafa belə adamlar gəlirsə, bir özünə bax. Bəlkə sən seçirsən o ətrafı. Hər kəs öz dünyasını öz yaradır. O baxımdan. Bayağı mahnılar dediniz, çox maraqlı bir mövzuya toxundunuz. Bayağı mahnıların həvəskarlarının çoxalmaması üçün sənət əsərləri təbliğ olunmalıdır. Ancaq o reallıq da var ki, bayağı mahnıları götürmək, qəbul eləmək daha asandır, xüsusilə hazırlıqsız insanlar üçün. İnsanın səviyyəsi artdıqca onun tələbatı da artır və seçdiyinin səviyyəsi də daha yüksək olur. Və bayağı mahnıları bir vaxtı ara müğənnilər oxuyurdu. Əksəriyyətin xoşuna gələn mətnlər, bəsit musiqi və populyarlaşırdılar. İndi bizdə ara psixoloqları var. Çalışırlar ki, bu cür bayağı mövzulardan danışsınlar. Əsas deməli fəaliyyətləri ilə bundan ibarətdir və bununla da populyarlaşsınlar. Bu bayağı psixoloqlardan özümüzü nəzir qoruyaq. Birincisi, biz özümüz sual verməyi bacarmalıyıq. Sualın altında insanın kimliyi və dərinliyi görsənir həmişə. Sual verməyi bacarmayanda verilən məlumatı olduğu kimi hiss edirik. Və əlbəttə o tip adamlar tək mən bir başqa yerdə dedim ki, mən istəməm özüm peşəni yiyəsiyəm və bizim peşə ilə bağlı bu cür iddiaların sayı çoxalsın. Bu məni də narahat edir bir yandan. Çox gözəl vurğuladınız ki, hər sahənin arasında olanlar var.
Birinci məqsəd odur ki, biz adamlara qulaq asanda biz rahat sual verməyə bacarmalıyıq. Ki, bu adam dediyi heç kəsin, nəinki o adam, ümumiyyətlə heç kəsin dediyi yekdilliklə qanun deyil. Hər kəsin bir dünya görüşü var. Və axı mən dedim, və hər kəsin dinlənməyə ehtiyacı var. Biz bir evdə yaşayırıq, biz bir-birimizi dinləmirik. Danışa bilmirik, yola getmirik, siz başqa şeydən danışırsınız, mən başqa şeydən danışıram. Və bu dinlənmə ehtiyacımı haradasa bir danışana, ucuz danışana, yerimdə rahat olum, heç nə xərcləməyim, haradasa qulaq asmalıyam bu ehtiyacımı ödəmək üçün. Həmin adamlar da, tək o sahən adamlar deyil, çox sahən adamlar kimi, göbələk kimi hər yerdə var. Bəli. Açırlar, aha danışır, son. Və o ehtiyacı olan adamlar pambıq suyu çəkən kimi bütün informasiyanı mənimsəyirlər və artıq onu bir həqiqət kimi bilirlər. Hansı ki, görüntüdən başqa hər bir insan bir yaşam tərzi var. Bugün bizim sahəmiz o qədər özəl və o qədər məsuliyyətli sahədir ki, bu pencək bizim əynimizdə hər yerdə var. Çünki biz danışığımızla paralel olaraq yaşayış tərzimiz, həyat tərzimiz ona oxşar olmalıdır. Çünki görüntü ilə əlavə insanlar yaşam tərzinə, davranışına, sözünə, geyiminə, hər şeyə fikir verirlər. Və bunu təmin edə bilməyəndən sonra biz qarşı tərəfə hansı ümidi, hansı vəd verə bilərik ki, özümüz onu birinci yaşamalıyıq. Yenə də gəlirəm cəmiyyətin maariflənməyinə. İnsanlar maariflənmə mövzusunda vaxt azlığından kifayət qədər şikayət edirlər. 24 saat bəzi adamlara kifayət qədər uzundur, 24 saat bəzi adamlara çatmır. Və bu çatmayan hər zaman, bu çatmayan vaxt kitabla bağlıdır. Kitabla, elmi əsərlərlə, araşdırmalarla, tədqiqatla bağlıdır. Yəni, faydalı işlərə vaxt çatdıra bilmirlər. Amma hansı ki, disiplinli formada ortaya iradə qoyularsa, ortaya xəyal olarsa, çünki xəyal olmasa, arzu olmasa, istək olmasa, dəyişim olmasa, insan yerində sayacaq. Biz nə qədər kənardan özümüzə dəstək axtaraq, nə qədər adamı günahlandıraq ki, belə eləsəydilər belə olardı, elə olsaydı belə olardı, mənim bəxtim belədir, məndə alınsaydı əvvəldən alınardı, nə qədər? Və biz bu düşüncə ilə də əlbəttə qarşımıza özümüzə oxşar adamlara çəkəcəyik. Onlar da bizə oxşayacaqlar. Birinci dəyişməli olan özümüzük. Özümüz düşüncələrimizdir. Biz dərinləşəndən sonra bayaqlıq bizdən uzaqlaşır. Əgər heç bir kitab oxumayan bir adama bir kitab verin, ilk oxuduğu kitab olsun, ürək dostu deyəcək ki, nə gözəl kitab idi bu. Ona ikinci kitab, ona üçüncü kitab, ona dördüncü kitab lazımdır. Yox, ancaq musiqi də o formadır. Yəni, mən ötən bir verilişdə dedim, hansımızın evində həftədə bir dəfə bizim Azərbaycan kinolarına baxılır. Ailə ümumilikdə oturur, bizim Azərbaycan kinolarına baxır. Nə varsa o kinolarda vardı. Köhnə filmlər. Bəli. 70-ci, 80-ci, 90-cı illər kitablarına. Bəli. Özümüz baxırıq, uşaqlar baxmırlar. Bunun üçün ortam, ailə ortamı lazımdır və düşüncə müstəvisində hamımız bir-birimizə vaxt ayırmalıyıq. Zaman ayırmaq söhbəti var. Yəni, zaman ayırmaq şərt deyil. Biz zaman ayırır bir-birimizə, gedirik kinoya. Kinoda telefon sinənizdə, mənim telefon üzərindədir. Yəni, orada kiməsə yazırıqsa, kiməsə yazırıq, kinoya baxırıq, gəlir. Söhbət diqqət ayırmaqdan gedir. Yəni, 20 dəqiq keyfiyyətli diqqət ayırmaqdan gedir. Və bu zaman insanlar bir-biri ilə çatışır ona görə ki, yola getmir ki, onlarda ünsiyyət pozulur. Və bu ünsiyyəti heç kəs təmin eləmir. Yəni, bu göydən düşmə bir şey deyil. Biz bu ünsiyyəti özümüz qarşılıqlı formada yaratmalıyıq. Bunun üçün də bizim dünya görüşümüz bir-birinə yaxın olmalıdır. Ona görə deyirəm, ola bilər ki, valideynlərimizin vaxtı məhduddur, işləyirlər, sosial, maddi şərait çətinlik yaradır. Amma kitab onların öhdəsindən gələ bilir. Uşaqları kitablarla mükafatlandırmaq və təşviq etmək lazımdır. Hədiyyə olaraq kitab hədiyyə verin. Ad günüsündə kitab alın. Aparın kitabxanalara, ən yaxşı qol kitabı seçsin. Və artıq kitab mədəniyyəti, kitaba toxunmaq,
kitab adları, yazıçılar, şairlər bununla bağlı onun ilkin şuurunda izlər qalır və bazı rolunu kitablarla götürür. Artıq müəllim danışanda başa düşür söhbət nədən gedir. Bizim 40 yaşında, 50 yaşında adamlar ha çoxdur ki, bir roman oxumayıblar. 2 roman oxumayıblar. Bu cəmiyyət bizim cəmiyyətdir. Gəl bu cəmiyyətdə nəyi baş salaq? İndi desək ki, kitab oxu, indi əlbəttə od püskürər. Ki, mənim bu dəqiqə çörək qazanan vaxtım, uşaqlarım evdə acınırırsa, mənsə kitab oxu. Amma daha alt qatda anlamır ki, elə oxumadığım, araşdırmadığım üçün, dil tapa bilmədiyim üçün bugün bəlkə bu çətin vəziyyətdəyim. Çətinlik hamımızın həyatında var, Abdal müəllim, elə deyil, hamımızın. Baxır çətinliyə yanaşma. Çətinlik olmasa biz möhkəmlənmərik. Çətinlik olmasa bizim ümid etməyimiz yaranmaz.